Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz 5-ci sinif Azərbaycan dili testləri işləyəcəyik. Burada statistikanı falan görürsünüz uşaqlar. Ona görə gəlin elə birbaşa testin izahına başlayaq. Yəni testə başlayaq. Aha, uşaqlar, sual belədir. Biri düzəltmə isim deyil. Gəlin baxaq. Ələk. Ələk ələməkdən yaranıb. Ona görə bu düzəltmədir. Dayaq, bunu saxlayırıq. Diləmək feilindən dilək əmələ gəlib. Dayamaq feilindən isə dayaq ismi əmələ gəlib. Ələk, dayaq, dilək nədir? Düzəltmədir. Amma çıraq düzəltmə deyil. Sonra biz bundan əvvəlki suala baxmadıq. İsimlə düzəlmiş sifətdir. Bəli, burada cavab zarafatçılı idi uşaqlar. Bastıq elə. İkinciyə baxırıq. Sifətlərdən biri zahiri əlamət bildirir. Burada qırmızı yanaqdır cavab. Biri düzəltmə isimdir. İsim deyil, bu çıraqdır. 4-ə baxırıq. Biri sifətin çoxaltma dərəcəsini düzəldə bilməz. Tünd sözü düzəldə bilir. Tünd sözü düzəldə bilir. Ən düzəldə bilir. Lap düzəldə bilir. Cacə də düzəldə bilir, amma açıq düzəldə bilmir. Sonra uzun saitli sözü göstərin. Uzun saitli söz nədir? Gəlin baxaq. Heca sözündə uzun sait varmı? Xeyr. Gəlin baxaq. Xeyr. Asan sözündə uzanan yoxdur. Naxışda yenə yoxdur. Elan. Bir dəqiqə uşaqlar. Elan sözündə amma belə olur. Elan. Yəni cavabımız elə elandır. Biri ahəng qanununu pozulmuş əsl Azərbaycan sözüdür. Ailə sözü Azərbaycan sözü deyil. Saadət Azərbaycan sözü deyil. İldırım, inqilab. İnqilab da Azərbaycan sözü deyil. Amma ildırım Azərbaycan sözüdür. Ona görə cavabımız ildırım olmuş oldu. Sonuncu sualımız belədir. Yazılışı ilə deyilişi fərqləndir. Hasar, koridor, əmlak, sinonim. Burada cavab koridordur, çünki o hərfi A kimi tələffüz edilir. Belə, gəlin baxaq görək nə oldu. 6 doğru cavabımız olub. Əslində 7 idi uşaqlar. Orada əlimdə idi. Sizə izah eləyəndə cavab səhv getdi. Belə. Yəni burada mən 6 doğru cavab vermiş oldum. Heç bura düşə bilmədim, amma əsas odur, izahı başa düşdünüz. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik uşaqlar.